Salam, xoş gördük dostlar. Deməli, Azərbaycanda bu qədər problemlər var, bu qədər hadisələr baş verir. Azərbaycanı sel götürüb aparır, bu qədər iqtisadi problemlər, polis sistemində, məhkəmə sistemində, bütün bu qədər haqsızlıqlar, bu qədər ədalətsizliklər, özbaşınaçılıqlar var. Bir dəfə görmədik ki, İlham Əliyev çıxsın, bu baş verən hadisələrə bir münasibət bildirsin. Amma bunun qarşılığında biz görürük ki, ölkədə kifayət qədər yaltaq, əclaf, nə qədər şərəfsiz insanlar var. Bunlar hamısı İlham Əliyev tərəfindən səfərbər olunub, çıxıb İlham Əliyevin bu yaratdığı səfaləti müdafiə edirlər, cəfəng-cəfəng bəhanələr gətirirlər və İlham Əliyevin bu siyasətinə don geyindirməyə çalışırlar. Bütün bunların hamısının səbəbi budur ki, İlham Əliyevin başı qarışıb, ancaq pul yığmağa, pul toplamağa, xaricdə villalar, şəhərlər almağa, təbii ki, ailəsi ilə bir yerdə. Onun nə o cəsarəti, nə o hünəri, nə o qabiliyyəti yoxdur, nə özünün, nə də onun ailəsindən vəzifədə olan kəslərin. Cəmi bir dəfə onun arvadı Mehriban Əliyeva Almaniyada jurnalistin qabağına çıxdı, bir söz dedi, onda da biabır oldu. Biz onu gördük. Yəni necə küçə danışığı ilə, necə küçə mədəniyyəti ilə jurnalistin qabağında alçaldığını gördük. Onların bu qədər qabiliyyətsiz olmağının qarşılığında görürük ki, Azərbaycanda kifayət qədər yaltaq, əclaf, nə bilim, mayası hardan tutulmağı məlum olmayan zərrəciklər var ki, onlar çıxırlar İlham Əliyevi müdafiə edirlər. Bu son günlərdə biz gördük ki, Mir Şahin nə hoqqadan çıxdı, başqa bir arvad jurnalist çıxdı, nə hoqqalar verdi. İndi də bir hərbi ekspert çıxıb, Telman Qasımovdur, səhv eləmirəmsə adı, Azərbaycandan Rusiyaya gedib orada işləyənləri təhqir eləyir. Deyir ki, Azərbaycanlılar gedirlər Rusiyada işləyirlər, biz onların AMON qarşısında, Rusiya polisi qarşısında necə alçaldığını görmüşük. Bu qurumsağa deyən lazımdır ki, Azərbaycanlıların xaricə üz tutduğunun səbəblərini axtar. Sən bir bunu izah elə görək, Azərbaycanlılar nəyə görə məcbur olurlar, ölkədən çıxsınlar, getsinlər, başqa bir ölkədə işləməyə məcbur olsunlar. Bunu sən izah eləməlisən. Təbii ki, sənin buna hünərin çatmaz izah eləməyə. Çünki bilirsən ki, bunun səbəbi sənin o yaltaqlandığın, xidmət elədiyin İlham Əliyevin, onun ailəsinin, onun yeznəsinin Azərbaycanda yaratdığı bir vəziyyətdir ki, onlar acından, susuzdan qırılırlar və buna görə də xaricə üz tutmağa məcbur olurlar. Amma sənin kimi şərəfsizlər, sənin kimi əclaflar, sənin kimi qurumsaqlar